Ödənişli yollarda sürət həddi müəyyənləşir. Bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan yol hərəkət haqqında və avtomobil yolları haqqında qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda saatda 130 km-dən çox olmayan sürət həddi müəyyənləşir. Digər avtobuslar, yedəyində qoşqa aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 km-dən çox olmamalıdır. Qeyd olunur ki, M1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tələblər haqqında Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 309 nömrəli qərarı qəbul edilib. Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədi ilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 km-dən, digər avtobuslar, yedəyində qoşqa aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 km-dən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Qeyd edək ki, Azərbaycanda hər hansı yolda sürət həddinin saatda 130 km müəyyən edilməsi ilk dəfədir.